bizləri ən çox narahat edən, özəlliklə bir ginekoloq olaraq məni ən çox narahat edən, özəlliklə bölgələrdə, Bakıda deyil də Bakıdan kənar rayon və şəhərlərimizdə gənc qızlara icra edilən cərrahi əməliyyatlardır ki, hansı ki, bu əməliyyatların bir çoxu həmin o qızların iləride həyatında, ana olmasında ya da cinsel həyatında problemlər yarada bilər. Ona görə bu mövzu haqqında danışacağım. Birinci, ən çox özəlliklə qızlarda yumurtalıqlarda keçirilən, bəzən də hansı ki 80% hallarda bu əməliyyatlar gərəksiz olaraq icra edilir. Kistalara görə icra edən əməliyyatlardır. Ən çox da pasientləri qorxuzdan, özəlliklə yeniyetmə qızlarda və 25 yaşa qədər olan özəlliklə xanımlarda hemorajik kista və yaxud da kist partlaması deyilən bir diaqnozla pasiyenti təcili əməliyyata alınmasıdır. Qeyd edim ki, hemorajik kista necə yaranır? Ümumiyyətcə, bütün qadınlarda aybaşının 14-cü, 15-ci günlərdə 23 milimə yaxın bir folikul yetişir. O folikul ovulyasiya olub partlayır və onun içinə çox az bir qan toplanır ki, hansı ki bu qan sonradan sarı cismə çevrilir və bu da iləriyən zamanlarda hamilə qalmaq üçün önəmlidir. Bəzən isə bu folikul partlayanda həddən artıq çox qan yığışır kistin içinə, o folikulun içinə. Bəzən isə o qan qarın boşluğuna toplanır və pasiyentdə çox şiddətli ağrı verə bilir. Təbii ki, bu şiddətli ağrı ilə pasiyenti həmən xəstəxanaya çatdırırlar və bu durumlarda çox vaxt bu pasiyentlərə, bu gənc qızlara ginekoloqlar deyil də ümumi cərrahlar müdahil edir və burada əlbəttə ki, bir cərrah kist partlaması diaqnozu qoyur. Kist partlamasına görə ölə bilər, qanaxma ola bilər, başqa səbəblərdən ailə də qorxur. Əlbəttə kist partlaması deyəndə bir təşvişə düşür və burada təcili əməliyyat qərarı verilir. Qeyd edim ki, bu tür kist partlamalarında adətən 99% hallarda əməliyyata ehtiyac yoxdur. Çünki 99% halda bu qanama özü-özünü durdurur və pasiyent qan itirmir, nə də ki, bu partlamadan hər hansı bir ölüm baş vermir. Sadəcə 1% hallarda bu qanama davam edərsə, pasiyentin hemoqlobini düşərsə, bu zaman xəstə əməliyyata alına bilər. Ona görə kist partlaması olan pasiyent, bəli, xəstəxanada yatırılır, xəstənin ümumi vəziyyəti nəzarətə alınır, qanın düşməsi, hemoqlobin düşməsinə baxılır. Əgər hər hansı bir problem yoxdursa, heç bir müdaxilə edilmir, heç bir əməliyyat edilmir, nəzarətə alınır və pasiyentlərin çoxunda da, 99%-də də bir ay sonra o hemorajik kista sorulub gedir. Beləliklə, pasiyent, gənc qız boşdan əməliyyat olmur.